Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabından 341-ci dərsi oxuyuruq. Bəhsimiz rüşvətdən gedir. Və keçən dərsimizdə oxuduq ki, bir hakim, bir qazi beytulmaldan götürüb, özünə xərcləyib, ailəsinə xərcləyib, qəzavət eləyə bilər. Və bu rüşvət hesablanmır. Və bugün mərhum Şeyx Murtəza Ənsari, yəni bugünkü dərsimizdə oxuyuruq. İbn Sənanın rivayəti idi. İbn Sənanın rivayəti qabaqki dərslərdə oxumuşuq. O buyurdu ki, qazi sultandan rizq götürə bilməz, ruzi götürə bilməz. Amma keçən dərsimizdə oxuduq ki, və la fərqə beynə ən yəxuzər rizq minəs sultanil adil əv minəl cair. Buyurdu, fərqi yoxdur. Qazi, hakim, adil sultandan da, zalim sultandan da rizq beytulmaldan götürə bilər. Yəni, ailəsini dolandırmaq üçün götürə bilər. Mərhum Şeyx Murtəza Ənsari bunu demək istəyir ki, bəs İbn Sənanın rivayəti nə deyək? İbn Sənanın rivayəti dedi, götürə bilməz. Buyurur, İbn Sənanın rivayətini biz məna elədik. Hansı surətdə götürə bilməz və nəyə görə götürə bilməz? Və şeyx belə məna eləmişdi ki, o ki biz deyirik cair sultandan, zalim sultandan götürə bilməz, qazi, hakim beytulmaldan onlardan ala bilməz. Səbəbi bundan ibarətdir ki, çox vaxt cair sultan qazi təyin eləyəndə, hakim təyin eləyəndə savadsızları təyin eləyir. Və savadsızları təyin elədikləri üçün o qazinin, o hakimin beytulmaldan götürə bilməməsinin səbəbi onun qəzavətə, hökm eləməyə ləyaqətinin olmamağı üçündür. Amma bir qazi, bir hakimi ki, qəzavət eləməyə ləyaqəti olsa, onda istəyir adil sultan olsun, cair sultan olsun. Hər ikisindən götürə bilər. Yəni, özünün dolanışığı üçün beytulmaldan götürə bilər. O ki, deyirlər, cair sultanın tərəfindən olan hakim və qazi beytulmaldan götürə bilməz. Səbəb ona görədir ki, o beytulmala müstəhəq deyil. Savadı yoxdur. Bu cəhətə görə biz deyirik götürə bilməz. Yəni, İbn Sənanın da rivayəti o surəti deyir. Nəinki o hakim, o qazi həqiqətən fətva verməyə ləyaqəti var. Əgər ləyaqəti varsa, beytulmal da onun haqqıdır, götürə bilər. Ona görə buyurur ki, və əmmə ma təqəddəmə fi səhihəti İbn Sənan buyurur, amma o sözü ki, İbn Sənanın səhihəsində biz oxuduq, əl-mən'u min əxsər rizq minəs sultan, ki, dedi, qazi və hakim sultan-ı cairdən, sultandan eləyə bilməz, beytulmaldan götürsün, fəqət ərəftəl hal fihi. Mərhum şeyx buyurur ki, orada səbəbini biz izah elədik. O halı sən tanıdın. Hal da bundan ibarətdir ki, mərhum şeyx buyurdu ki, çünki hakim və qazi çox vaxt cair sultan tərəfindən savadsızlar təyin olunur. Onların da beytulmala haqqları yoxdur və fətvaları düz vermirlər. Ona görə dedi ki, götürə bilməz. Amma bir qazi, bir hakimi ki, savadı var və fətvaları da haqq olaraq verir
və düz fətva verir və onun haqqı var Beytulmaldan və götürə də bilər. Və əmməl hədiyyə, amma hədiyyə necə? Bir qazi, bir hakim eləyə bilərmi? O şəxslər ki, onun yanına gəlirlər, ixtilafları var, hökm üçün gəlirlər yanına, eləyə bilərmi onlardan hədiyyə götürsün ya yox? Buyurur və əmməl hədiyyə, hədiyyəyə gəlincə, hədiyyə nədir? Və hiyyə ma yabzuluhu əla vəchil hibə. Tərəflərin biri onu bəzl eləyir, onu verir hədiyyə yolu ilə. Niyə? Liyurisil məvaddə, ta o hakimdə, o qazidə bir dənə məhəbbət icad olsun. Əl-mucibə lil-hökm ləh. Və o məhəbbət səbəb olsun, hakim, qazi onun xeyrinə hökm eləsin. Haqqan kan əv batilən. İndi mümkündür o haqdır, ya da batildir. Hər iki təqdirdə bu hədiyyəni hakimə verir, hakimin məhəbbəti qəlbində icad olsun, yəni buna qarşı məhəbbəti olsun və o məhəbbət səbəb olsun ki, hakim bunun xeyrinə hökm eləsin. İndi mümkündür o hədiyyə verən özü elə həqiqətdə haqdır və yaxud batildir. Və in ləm yəqsudul məbzulullah əl-hökm. Baxmayaraq o məbzulullah o hökmü qəsd eləməyib. Məbzulullah burada o qazi ya hakim nəzərdə tutulur. Bəzil olun, bazil var, məbzulullah var. Bazil yəni o şəxs, o hədiyyəni verən, məbzulullah yəni o hakimin özü, o qazinin özü. İndi düzdür, o hədiyyəni verir, amma bu qazi özü qəsdi budur ki, batilə hökm eləsin. İlla bil haqq. Onun nəzəri budur ki, mən elə haqqa hökm eləyərəm. Baxmayaraq, bu hədiyyəni mənə verir və bu niyyətlə verir. Amma mən görərəm o haqdır, hökm eləyərəm onun ləhinə. Görərəm bu batildir, əleyhinə hökm eləyərəm. Deyir, baxmayaraq, məbzululə, o qazi, o hakim belə bir qəsdi eləməyibdir. Buyurur, İza ərəfə, belə olan təqdirdə, yəni bu hədiyyəni ki verdi, indi bu hakim ya qazi bildi, vəlu minəl qərain, mümkündür bir qərinələr, əlamətlərlə bildi ki, ənəl əvvəl qəsədəl hökm ləhu. O birincisi kimdir? Yəni o hədiyyəni verən, o bazil. Qəsd eləyib ki, mən hökmü eləyim ona. İndi hakim bir cürlə bilir ki, bu hədiyyəni mənə verir və məqsədi də budur ki, mən bunun xeyrinə hökm eləyim. Əla kulli təqdirin. Yəni, bu batil də olsa bunun xeyrinə hökm eləyim, ondan sonra haqq da olsa bunun xeyrinə hökm eləyim. Və artıq bunu hakim bilir özü. Fəyəkunul fərq beynəhə və beynə rişvə. Bu izanın cavabı fəzzahir hurmətuhadır. Yəni, iza ərəfə vəlu minəl qərain ənəl əvvəl qəsədəl hökm ləhu əla kulli təqdirin fəzzahir hurmətuha. Sadəcə bu ortada cümlə-i mötərizədə burada rüşvətlə hədiyyənin məna fərqlərini deyir. Buyurur, fəyəkunul fərq beynəhə və beynə rüşvə. O hədiyyə ilə rişvənin arasında fərq budur ki, ənər rişvə tubzəl əzlil hökm. Rüşvət həmişə hakimə verilər hökmə görə. Yəni, rüşvət təklif olunur hakimə ki, sən mənim ləhimə hökm elə. Vəl hədiyyə, amma hədiyyə isə tubzəl, o verilər hakimə li-irasil hub, ta o hakimdə bir dənə məhəbbət icad olsun. Al-muharrik ləhu ələl hökm. O məhəbbət o hakimi, o qazini onun xeyrinə hökm eləməyi təhrik eləsin. Əla vifqi mətləbihi. Ta onun mətləbinə uyğun, məqsədinə uyğun hökm eləsin. Bəs rüşvətlə hədiyyənin fərqi budur. Rüşvət birbaşa verilir, mənası budur ki, hakim, mən bunu verirəm sənə, mənim xeyrimə hökm elə. Amma hədiyyənin mənası budur ki, hədiyyəni verir,
özünə qarşı o hakimdə bir dənə məhəbbət icad eləyir. Məhəbbət icad eləyəndən sonra o məhəbbət səbəb olur ki, hakim bunun xeyrinə hökm eləsin. Buyurur, əgər hədi və əmməl hədiyyə, əmmənin cavabı, izanın cavabı fəzzahir hürmətuha. Zahir budur ki, bu hədiyyə haramdır. Nəyə görə haramdır bu hədiyyə? Çünki bu hədiyyə elə özü məna etibarı ilə, həqiqət etibarı ilə özü rüşvətdir. Yəni nə fərqi var? Bir dəfə birbaşa rüşvəti verirsən, deyirsən mənim xeyrimə hökm elə. Bir dəfə də budur ki, hədiyyə verirsən, o hədiyyə səbəb olur məhəbbətə, məhəbbət də səbəb olur, hakim bunun ləhənə xeyr eləyir. Hər iki təqdirdə nəticə etibarı ilə eyni şeydir. Yəni eyni şey nədir? Eyni şey budur ki, burada hakim batilə hökm eləyir. Batilə hökm elədikdə bu haramdır və bu icazəli deyil. Burada insanların haqqı aradan gedirir və cəmiyyətdə fəsad törənir. Ona görə də buyurur ki, mərhum şeyx fəzzahir hürmətuha. Zahir budur ki, belə bir hədiyyə verilsə hakimə, hakim bunu götürə bilməz və bu haramdır və bu icazəli deyil. Elhamdülillahi Rabbil alemin.